Enerjiyə qənaət edən kondisionerlər bugünkü günümüzdə inverter tipli kondisionerlər artıq yetəri qədər satılır və insanlar da bundan istifadə edir. Inverter tipli kondisionerlərlə on-off tipli kondisionerlərin arasındakı fərq barədə sizə məlumat vermək istəyirəm ki, on-off artıq bir qədər geridə qalmış bir sistemdir. Artıq insanların böyük əksəriyyəti inverter tipli kondisionerlərdən istifadə etməyə üstünlük verir. Bunların fərqi nədir? Inverter tipli kondisioner dedikdə kompresorlarında olan fərqlərdir. Hansı ki, on-off kondisionerlər işə düşür, bir templə fırlanır kompresoru və dayanır. Inverter tipli kondisionerlər isə temperaturdan asılı olaraq və iç blokun xarici blokdan tələb etdiyi gücü almasından asılı olaraq kompresorun dövriyyəsi artır və azalır. Bu da nəticə etibarilə deyərdim ki, 30%-ə qədər elektrik enerjisinə qənaət edir. Üstünlüklərindən biri səssiz işləməsi, bir üstünlüyü isə kompresorun lazımsız yerə artıq devriyyə ilə fırlanmamasına görə uzun müddətli olması. Tövsiyəm budur ki, inverter tipli kondisionerlərə daha çox üstünlük versinlər və çalışın ki, kondisioner alarkən mütəxəssislə məsləhətləşəsiniz.